Növbəti işimiz Hyundai. Qabaq sakırlının düz kantın üstündə belə bir sərt bileziklər var. Kant konkret sınmış vəziyyətdədir. Bu hissədə sıyırılma da var. Bu gördüğünüz iş tam səliqəli şəkildə düzəlib. Hazır vəziyyəti çəkiliş olunub paylaşım olacaq. Bu videonun ardınca izləmədə qalın. Hyundai'da olan Beskask işimiz tamamlandı. Tam səliqəli şəkildə düzəldi. Kantın gedişatı axıra qədər eynidir. Burada olan sıyırılma əziyi də düzəldi. Tam səliqəli vəziyyətdə işləndi. Parlovkası da olundu. Burada atan hissələr ki var, kosmetik olunacaq. Hazırdır, xeyirli olsun.